Çox keçmədi ki, mən nə sizi gözlətdim, nə də özümü. Çünki özümə də çox maraqlı idi ki, 2200 wattlıq bax bu sirkulyar mişarımız hansı gücə qadirdir. Bir dənə MDF, bir dənə fanera dikt, bir dənə LDSP, bir dənə də təbii qoz ağacı. İndi bunların dördünü bir yerdə paket eləyirik. Böyük ənkə şurupları götürürük və bunları bağlamaq üçün düzgün bit başlığını seçirik. Əlbəttə ki, M-Topdan zərbəli vint açan, vint bağlayan onu ilə bağlayırıq. Götürürük bu 2200 watt gücə malik olan sirkulyar mişarımızı, bu sendviçimizi kəsirik. Amma birinci növbədə ölçünü tənzimləməliyik, yəni kəsəcəyi dərinliyi. 80 mm dərinliyə qədər düşə bilir. Başlayaq. Telefonumuza zəng gəlir. Və ən əsas məsələ təhlükəsizlik eynəyini taxmalıyıq. Biraz əyri getdim. Əsas məsələ odur ki, sendviçimizi kəsmişik. Bax 4 dənə hamısını bir yerdə. Səliqəli, idealni. Bir dənə buranı da təmizləyək. İndi demək istədiyim odur ki, belə 2200 voltluq kəsim mişarı, canavarı əldə eləmək istəyirsənsə, M-Topla əlaqə saxla.